əzəmətli bir gün gəlir qarşıdan. Həqiqi mənada vilayət bayramı, imamət bayramı, əzəməti həddindən artıq böyük olan bir gün qarşıdan gəlir. Allah eləməsin ki, biz Qədirxum barəsində qəflətə düşək, qəflətimiz olsun. Qeyd eləməkdə, həmin günü Qədirxumu xatırlatmaqda, xatırlamaqda çalışaq. Az məbləğdə də olsa, balaca məbləğdə də olsa ehsan verək. Qoy Həzrət Əlinin vilayətinin elan olunduğu gün bir bayram ruhiyyəsi olsun. Qoy insanlar soruşsun, bu ehsan nə üçündür? Deyəsən, bugün Qədirxum bayramıdır. Qoy Əlinin bayramını qeyd eləyənlər çoxalsınlar. Hədisdə var, 1 dirhəm Qədirxum günü verilən pul 1000 dirhəmə bərabərdir. Ki, bu gün unudulmasın. Çalışasan, səy göstərəsən, hər hansı bir vasitə ilə olur olsun ki, tək Qədirxum günü unudulmasın.